Şəmkirdə gəzintimiz davam edir. Qarşıdan bir qardaş gəlir. İstəyirəm bir balaca ondan söhbət edeyim. Salam əleykum. Necəsiz? Çox sağ olun. Adınız nədir? Cəmaləddin. Cəmaləddin. Bəli. Cəmaləddin. Köhnə adlardandır. Bəli. Kim başqa belə qohum əqrəbədə Cəmaləddin adı olan var, yoxsa? Yox. Cəmaləddin var, Fəxrəddin var, Firəddin var. Firəddin. Biz tərəfdə də Firəddin var. Burada da sən əkin biçir hamısı sizə məxsusdur. Bəli. Sənə bir dənə sual verəcəm. Əgər düzgün cavab versən, sənə bir dənə hədiyyə verəcəm. Buyurun. Pure Leasing-i tanıyırsan? Bəli. Necə tanıyırsan? Qəşəng. Allah canlarını sağ eləsin. Çox təşəkkür edirik onlara. Onların biz traktorlarını götürmüşük. Bax, bu gördüyünüz sahələrin hamısını onlara əkirik. Onların traktorlarından, götürdüyümüz traktorlarından becəririk onların sahələrimizi. Nə qırığı var, nə söküyü var. Çox gözəl texnikaları var. Allah canlarını sağ eləsin. Şimdi mən adam axtarırdım ki, halal olsun sənə. Cəmaləddin. Sağ ol qardaşım. Biz sponsorumuzdan sənə belə bir hədiyyə vermək istəyirik. Çox sağ olun. Sən sağ ol ki, o traktorlardan qohum əqrəbə kimlər alıbsa, Bəli. istifadə edirsiniz. Xalam Əsas oğlu, razısınız. bəli, xalam oğlu alıb, dayım oğlu alıb, dayımca alıb. Elə ancaq biz o traktorlarla içahəmizə əkirik. Allah canlarını sağ eləsin, təşəkkür edirik. Var olasaq, Çox sağ minnətdaram. olun. Çox sağ olun. Sizə uğurlar. Çox sağ olun. Bizə də uğurlar. Getdik.